Elektrolit dissosiasiya. Deməli uşaqlar, bəzi maddələr suda həll edilən zaman və yaxud da ərindikdə onların iyonlarına ayrılma hadisəsi adlanır elektrolit dissosiasiya. Bu zaman bu maddələr suda həll etdi və əritdikdə elektrik cəryanı buraxan zaman elektrik cəryanı təsirindən bu maddə iyonlarına ayrılır. Və maddə iyonlarına ayrılan zaman həmçinin onların iyonları da elektrik cəryanı keçirir. Əslinə qalsa maddə ümumiyyətlə əvvəlcədən suda həll olan zaman əgər maddənin iyonlarına ayrılmaq kimi xarakter xüsusiyyəti varsa da, o maddə onsuz da məhlulda dissosiasiya edir, iyonlarına ayrılır. Sadəcə əmələ gələn iyonlar məhlulda və ya ərintidə xaotik hərəkət edir. Bu zaman elektrik cəryanı buraxan zaman məhlullar elektrik cəryanı təsirindən iyonlar nizamlı hərəkət edir, nizamlı. Yəni elektrik cəryanı təsirindən anion və kationlar uyğun qütblərə nizamlı hərəkət edir və bu adlanır, deməli, həm burada baş verir dissosiasiya, həm də məhlul elektrik cəryanı keçirir. Əlbəttə ki, məhlulda iyonlar olmasaydı, bu məhlul və ya ərinti fərqi yoxdur, elektrik cəryanı keçirə bilməzdir. Deməli, məhlulda və ya ərintidən sabit elektrik cəryanı keçirdikdə müsbət və mənfilər cəryan mənbəyinin qütblərə doğru çəkilir. Bilirsiniz ki, uşaqlar, elektrik qövsünün var katod qütbü, katod mənfidir, var bir də anod qütbü. Anod isə müsbətdir. Mənfiyə yaxınlaşır kationlar, deməli, maddə iyonlarına ayrılanda müsbət yüklü zərrəciklər mənfi qütbə katoda yaxınlaşır, mənfi yüklü zərrəciklər isə müsbət qütbə anoda doğru yaxınlaşır. Çünki niyə? Bildiyiniz kimi əks yüklü zərrəciklər və qütblər bir-birini cəzb edir, yəni əks yüklü onlar. Bunun yükü mənfidir, katod və natrium müsbətdir. Deməli, natrium yaxınlaşır katoda, katoda birləşən zərrəcik kation adlanır, anoda doğru yaxınlaşan və yaxud da anoda doğru birləşən zərrəcikin adıdır anion. Ona görə də, baxın, qütblərlə iyonların adları təzad təşkil edir. Yəni, qütblər, katod mənfi, ona birləşən kation müsbətdir, anod müsbətdir, ona birləşən anion mənfidir. Deməli, belə çıxır ki, onda sistemdən elektrik cəryanı keçməsi üçün birinci növbədə sistemdə iyonlar olmalıdır. İyonlar əsasən normalda məhlulda xaotik hərəkət edir və bu zaman elektrik cəryanı buraxan zaman katod və anod qütblərinə doğru iyonların nizamlı hərəkətə baş verir və bunun təsir nəticəsində də məhlul elektrik cəryanı keçirir. Deməli, elektrik cəryanı keçirən maddələr nə deyirlər? Elektrolitlər. Onda ümumiləşdirək, məhlullu və yaxud da ərintisi elektrik cəryanı keçirən maddələrə nə deyirlər? Elektrolitlər. Baxaq. Deməli, uşaqlar, baxın, bayaq dediyimiz kimi, A zərrəciyi nədir ki, ətrafına mənfi qütb yığılıbdır. Yəni, dipolun mənfi qütb yığılıbdır. Baxın, buna deyirlər dipol, müsbət mənfi qütbləri var, dipol, iki qütb. Deməli, ətrafına mənfi yığılıbsa özü müsbətdir, ətrafına müsbət dipol yığılıbsa özü mənfidir. Müsbət yüklü olan zərrəcik, məsələn, deyək ki, buradakılardan AB ola bilər, AB. Mənfi isə AB-dən A ola bilər, B daha doğrusu. B variantında dəmir müsbətdir, SO4 mənfidir, B variantında. Deməli, uşaqlar, bayaq dediyimiz kimi, suda həll etdikdə və yaxud da əritdikdə bu zaman məhlulundan və ya ərintisindən elektrik cəryanı keçirən maddələr adlanır elektrolitlər. Deməli, elektrolitlərin də iyonlarına ayrılma prosesinə adlanır elektrolitik dissosiasiya. Dissociation mənası gerilərindən ayrılma, dağılma deməkdir. Association onun əksinə idi, birləşmə. Məsələn, futbol assosiasiyasında birləşmələri. Deməli, bəzi maddələr var ki, ya ümumiyyətlə iyonlarına ayrılmır, ya da ümumiyyətlə suda həll olunur. Suda həll olmayan və yaxud da iyon əmələ gətirməyən maddələrə deyirlər qeyri-elektrolitlər. Söküntü əsaslar, turşular, duzlar və yaxud da suda həll olub da iyon verməyən spirtlər, fərqi yoxdur, bir atomlu, çox atomlu spirtlər, üzü birləşmələr, karbohidratlar və s. Bunlar nə sayılır? Qeyri-elektrolit. Çünki niyə? İyon vermir. İki dənə şərt var. Ya iyon verməlidir və yaxud da suda həll olmalıdır. İkisindən biri ödəmirsə alınmır. Həm suda həll olmalı, həm də iyon əmələ gətirməlidir. Suda həll olub da iyon verməyənlər də var. Glukoza, fruktoza, saxaroza, metanol, etanol və yaxud da suda həll olmayanlar.
bəsit maddələr də var ki, oksigen, azot qazı, hidrogen qazı, ozon qazı və s. Bu maddələr ya suda həll olunur, ya da cüzi həll olur, ancaq iyon əleyhidir. Yəni, bəsit maddələr suda həll olan zaman iyonlarına ayrılmadığına görə də onlar nə sayılır? Qeyri-elektrolit sayılır. Baxın, misallar indi. Maddə suda həll olub iyonlarına ayrılmırsa və ya suda həll olmursa qeyri-elektrolitdir. Qeyri-elektrolit olduğuna görə məhlulda iyon əmələ gəlmir. İyon əmələ gəlmədiyinə görə bu məhlulda lampa közəlir. Lampada elektrik cəryanı əmələ gətirə biləcək iyonların axını baş vermir deyə lampaya elektrik enerjisi gəlmir. Ona görə lampanın həmin məhlula salınan hissələrindən elektrik cəryanı keçmədiyinə görə lampa yanmır. Buna deyirlər ki, elektrolit. Yəni, hansında məhlula lampa salınıbsa, lampa yanmırsa, o məhlul sayılır? Qeyri-elektrolit. Lampa közərirsə, məhluldakı maddə zəif maddədir, yəni zəif elektrolitdir. Əmələ gələn iyonların miqdarı azdır deyə lampa közərir. Məsələn, zəif turşu, zəif əsaslar və s. Suda qismən az salınan duzlar. Lampanın işığı çox yaxşı yanırsa, deməli, orada iyonların qatlığı çoxdur, iyonların sayı çoxdur. Bu zaman lampa yaxşı közərirsə, deməli, orada iyon çoxdur. İyon çoxdursa, məhlul çox yaxşı elektrik cəryanı keçirir. Ona görə də, bəli, qüvvətli əsaslar, qüvvətli turşular, suda yaxşı həll olan duzlar. Bunlar nə sayılır? Qüvvətli elektrolitlər. Lampa yaxşı yanır. Baxaq. Tez deyək. Kalsium OH2. Sulfat turşusu. Oksigen. Nədir? Bəsit maddələr qeyri-elektrolitdir. Maqnezium OH2. Zəif elektrolitdir. Çünki zəif əsasdır. Nitrit turşusu yox, nitrit zəif. Sink sulfit çöküntü. Çöküntü nədir? Qeyri-elektrolitdir. Qurğuş 2 sulfit çöküntü buzlardan qeyri. Glukoza suda həll olur, iyonlarına ayrılır, qeyri. Barium sulfat suda həll olmur, qeyri. Dəmir kütlorid suda yaxşı həll olur, qüvvətlidir, iyonlarına ayrılır. Metan qazı qeyri. Çünki karbohidrogenlər, yadda saxlayın, karbohidrogenlərin heç biri suda həll olmur. Ona görə bunlar nə sayılır? Qeyri-elektrolitdir. Yəni karbonlu hidrogenli birləşmələr. Sulfit turşusu isə zəif turşu, sulfit, zəif elektrolitdir, diqqətli olun. Yenə eyni şeylər tez deyil. Birinci, ikinci, sonra dəmir 3 hidroksid, suda həll olmayan əsas, qeyri. Gümüş bir xlorid, çöküntü, qeyri. Miski sulfat, suda yaxşı həll olur, qüvvətli elektrolitdir, iyonlarına ayrılır. Etil spirti, qeyri, çünki həll olur, ancaq iyonlarına ayrılır. Miski hidroksid çöküntü, qeyri. H-klor qüvvətli turşu, qüvvətli elektrolitdir. Kalsium karbonat çöküntü, qeyri. Bu da onun kimidir, qeyri. Elektrolitik dissosiasiya mərhələləri. Birinci başlayaq əsaslardan. Əsaslar suda həll olursa, əsasın tərkibində neçə OH varsa, OH-ın sayı qədər mərhələsi var. Bir OH olanlar bir dəfə iyonlarına ayrılır. Əsaslar iyonlarına ayrılanda OH qopur. OH-ın yükü həmişə -1-dir OH-ın yükü. Qopan OH-ın yükünə görə də metal katyonu ona uyğun yükü artır. Bir OH qopubsa metal olur müsbət bir yüklü, 2 OH qopubsa sonda olur metal 2 müsbət. Yəni hər dəfəsində əsasdan bir OH qopanda əsas qalığının yükü 1 vahid artır. Məsələn, kalsium OH2 0-dır yük, 1 OH qopur, kalsium OH 1 müsbət. Kalsium OH 1 müsbətdə də 1 OH qopanda olur, kalsium 2 müsbət. Yəni hər dəfəsində bir OH qopduqca əsas qalığının yükü 1 vahid artır. Bu 2 mərhələdir, o 1 mərhələdir. Çünki OH-ın sayı gəlir. İndi baxın, turşular. Turşularda isə əvəz oluna bilən hidrogen nə qədərdirsə, hidrogenin sayı qədər mərhələsi olur. Bir H-a əvəz olunanlar bir dəfə iyonlarına ayrılır, 1 mərhəli. 2 H-a əvəz olunanlar 2 dəfə iyonlarına ayrılır, 2 mərhəli. 3 H olanlar isə 3 mərhəli. Yadda saxlayın, turşulardan da hidrogen qopduqca turşu qalığının yükü hər dəfə 1 mənfi azalır. Çünki niyə? Normalda turşu özündə yük 0-dır, hər hidrogen 1 müsbətdir. Turşudan 1 müsbət qopanda onun yerində 1 mənfi artır. Yadda saxlayın. Və yadda saxlayın, dissosiasiyanın həmişə turşularda da, əsaslarda da birinci mərhələsi yaxşı gedir, növbəti mərhələ çətin gedir. Yəni ilk mərhələlər yaxşı gedir, rahat gedir, növbəti mərhələ çətinləşir. Nəyə görə? Turşulardan hər dəfə hidrogen qopduqca turşu qalığının iyon radiusu kiçilir deyə, iyon radiusu kiçildikcə
radius kiçik olan zərrəcikdən elektron qoparmaq çox çətin olur. Ona görə də radius azaldıqca, turşu qalığının mənfi yük artdıqca, ion radius kiçildikcə, elektron sıxlığı içərindən çox təsir etdikcə hidrogen kationları zəif olur. Ona görə də ilk məsələn ortofosfatın birinci mərhələsi yaxşı keçsə də, növbəti mərhələlər gecə zəifdir. Məsələn, deyək ki, bu bundan zəif gedir, bu da bundan zəif gedir. Yəni, dissosiasiyanın getmə dərəcəsi və yaxud da getmə, belə deyək də, getmə istiqamətdə getmə şəraiti geri-geri çətinləşir növbəti mərhələlərdə. Yadda saxlayaq. Növbəti. İndi baxaq, yadda saxlayın. Normal duz, 2 qat duz, qarışıq duz, bir də kompleks duzlar. Normal, 2 qat, qarışıq, kompleks. Bir dəfiyə iyonlarına ayrılır. Bir dəfiyə. Harada normal duz görsə, təkrarlayaq. Normal duz nədir bunları? Bir metal katyonu, bir növ turşu qalığı. 2 qat duz, 2 metal katyon, bir turşu qalığı. Qarışıq duz, bir metal, 2 turşu qalığı. Kompleks duz isə eyni turşunun 2 müxtəlif duzunun birləşməsi bir yerdə. Bəli, bunların hamısı bir dəfiyə iyonlarına ayrılır. Katyon və anyonun ayağındakı indekslər qarşılarında əmsal kimi yazılır. Məsələn, baxın, 2 natrium müsbət, 1 sulfat, 1 SO4, 1 kalsiyum, 2 nitrat, 2 nitrat, 2 alüminium, 3 sulfat, 3 sulfat. Yəni, bir dəfiyə iyonlarına ayrılır və anyon katyonların ayağındakı indekslər birləşmənin tərkibində iyon halında olanda qarşısında əmsal kimi yazılır, ya da saxlayır. Yadda saxlayın, məhlulda iyonların sayı nə qədər çoxdursa, məhlul bir o qədər yaxşı elektrik cərəyan keçirir. Müqayisə edin. Bunlardan ən yaxşı elektrik keçirən hansı duzun məhluldur sizcə? İyonların sayına görə. İyonların sayı ən çox haradadır? 2, 3, 5. Burada 5 mol iyon var. 1, 2, 3 mol iyon. 2, 1, 3 mol iyon. 1, 1, 2, 4 mol. 1, 1, 1, 3 mol. Ən çox iyon haradasa ona görə baxın. Yox, əgər iyonların sayı eyni olanda, onda nəyə baxırıq? İyon yükünə. Məsələn, deyək ki, alüminium 3 müsbət, kalsiyum 2 müsbət, natrium müsbət. Bu iyonlardan hansının olduğu məhlul daha yaxşı elektrik keçirir. Əlbəttə ki, iyon yükü ən çox olan. Nəyə? Nəyə görə? Çünki o deməkdir ki, alüminium katyonu məhlula 3 elektron verirdi. Kalsiyum 2 elektron, natrium 1 elektron. Məhlulda nə qədər çox elektron varsa, məhlul bir o qədər yaxşı elektrik cərəyanı keçirir. Yadda saxlayaq. İndi baxaq. Deməli uşaqlar, turş duzlar nəyə deyilir? Tərkibində əvəz oluna bilən hidrogeni olan duzlara nə deyilir? Turş duzlar. Turş duzlarda qayda nədir? Birinci metal katyonları qopur, daha sonra isə turş duzun tərkibində hidrogenlər qopur. Bunun ən rahat yolu nədir? Desək ki, mərhələ sayını tapılır, qaydamız nədir? Hidrogen sayı nə qədərdirsə, üzərdə 1 artırır. O 1 nədir? Bir dəfiyə qopan metal katyonları. Turş duzlarda metalın sayı neçə olur olsun, bir dəfiyə qopur. Yəni, neçə dənə metal olur olsun bir katyon indeksində, hamısı bir dəfiyə qopur. Məsələn, 1 natrium bir dəfiyə qopur, 2 kalium məsələn bir dəfiyə qopur. Fərq yoxdur. Metalın ayağındakı indeks saçdırmasın. Bir dəfiyə. Ancaq hidrogenin sayı nə qədərdirsə, hər hidrogen özü bir mərhələ üzrə qopur. Hər hidrogen. Nə qədər hidrogen varsa, hidrogenin sayı qədər mərhələsi var. Bir də plus 1 artıq mərhələ nədir? Qopan metalların mərhələsidir. Yəni, metalların hamısı bir dəfiyə qopur. Nə zaman? Turş duzlarda. Baxın, kalium H2PO4, 2 hidrogen plus 1, 3 mərhələ. Birinci mərhələ kalium qopur, ikinci mərhələ hər dəfəsində 1 hidrogen qopur və Hess qanunu, yekun tənlik toplayın. Yekun tənlik toplayanda əks tərəfdəki eyni adlı iyonlar islah olur. Nə qalır burada? Kalium H2PO4, 2 hidrogen, 2H müsbət, bir də nə qalır burada? PO4, 3 məntilə. Bir də kalium qalır. Bəli, yəni yekun tənlik. Deməli uşaqlar, gördüyünüz kimi, yenə də, baxın, kalium 2H-PO4, metalın sayı neçə olur olsun, bir dəfiyə qopur, bir dəfiyə. Turşu qalığı da ki, ona uyğun tərkibində neçə hidrogen varsa da, hər hidrogen bir dəfiyə qopur, hər hidrogen. Metalların hamısı dəfiyə qopur. Ona görə baxın, 1 hidrogen plus 1, 2 mərhələ. Əsasi duzlar da eyni şeydir, sadəcə əsasi duzlarda birinci turşu qalığı qopur, ondan sonra əsas qalığındakı OH-lar qopur.
Ona görə də neçə OH varsa, OH-ın sayı plus 1. Niyə plus 1-dir? Çünki turşu qalıqları hamısı bir dəfəyə olur. Bütün turşu qalığı bir dəfəyə olur, yada saxlayın. Kalsium hidroksoklorid, baxın, birinci xlor qopur. Turşu qalıq qopan zaman, qopan turşu qalığının yükünün qiyməti qədər müsbət yazılır, turşu qalıq yükünü hissə də. Xlor bir mənfidir. Bir mənfi qopanda əsas qalığına bir müsbət yazılır, əsas qalığından da bir OH qopanda və ya kimi, əsaslarda olduğu kimi. Bir OH qopduğuna görə əsasın tərkibində qalan qalıq kalsium 2 müsbət olur, gördüyünüz kimi. Yəni uşaqlar, qayda budur ki, yenə deyirəm, turş duzlarda birinci metal qopur, baxın, metalın yükü neçədirsə, metalın yükü qədər turşu qalığının yükü mənfi yazılır. Baxın, natrium HSO4-da natrium müsbət 1 olduğuna görə bir natrium getdi, qaldı HSO4 bir mənfi, gördüyünüz kimi. Yəni, hər dəfəsində metal qopanda metalın yükü qədər turşu qalığına mənfi yazılır. Daha sonra hər dəfəsində hidrogen qopanda hidrogenin yükünün qiyməti qədər də müsbət yazılır. Neçə H qopursa, qopan H-ın sayı qədər də turşu qalığında müsbət yazılır. Daha doğrusu mənfi yazılır. Müsbət qopursa, müsbətin miqdarı da mənfi yazılır. Baxın uşaqlar, hansı maddə tam dissosiasiya etdikdə daha çox sayda ion alınır? Hansı maddə tam dissosiasiya etdikdə daha çox sayda ion əmələ gəlir? Y variantı niyə? Çünki bəli, alümin fluoriddə bir alüminium alınır, 3 dənə flor alınır. Yəni buradakı anion və katyonların, atomların yox, anion və katyonların indekslərinin əmsal yazın. Bir alümin 3 dənə flor. Burada isə bir kalsiyum, 2 nitrat, 2 dənə NO3. Neçə edir? Bakın. Bir kalsiyum, 2 nitrat, 3. Burada 2 natrium var, 2 natrium və 1 sulfat var, 1 SO4 var. Neçə edir? 2 plus 1, 3. Burada 2 hidrogen var və bir dənə SO4 var. 2 plus 1, 3. Bəli, ən çox hansıdır? Alüminium fluorid. Növbəti. İndi uşaqlar özünüz deyin. Sırayla deyin görək. Hansı? Birinci maddə, turş duz, hidrogenlərin sayı nə qədərdir? 2 dənə, plus metalın məhvəsi, plus 1, 3, bir hidrogeni var, bir bəlgiyə, normal duz, 1, 2 hidrogeni var, 2, karboksil qrupunda bir hidrogen var, bu bir əsaslı turşudur, bir dəfiyə, bu da karboksil bir dənədir, 2 var, 1, karboksil qrupunun sağındakı hidrogen nə qədərdir? Bir dənə. Bir karboksil bir dənə, 2 karboksil olsaydı 2 dəfə ayrılardı. Normal duz bir dəfə, istisna bir hidrogenli turşu, H2PO2, hipobasit turşusu bir dəfə, bu da ki əsası duz, OH-ın sayı plus 2, bir OH plus 1, 2 dəfə. Deyil, neçə H var? 1. Bir H var, bir əsas turşudur, bir dəfə. Bir hidrogeni var, bir dəfə, turş duz, hidrogen sayısı plus 1, 2 dəfə. Burada istisnadır. 2 hidrogenden bir əvəz olur. Baxın, bu turşumuz budur var. H3PO3-dür. H3PO3-də 2 H əvəz olur. Biri əvəz olubdur natriumdan, olub natrium H2PO3. Ona görə bir hidrogen, bir də plus 1 natrium, 1 plus 1. O da 2 dəfə iyonlar vardır. Kalium suda normal duz 1 dəfə, normal duz 1 dəfə, bu normal duzdur 1 dəfə, 2 duz 1 dəfə, istisna fosfit turşusu 2 hidrogen əvəz olur. 2 dəfə. Əvəz olan hidrogenlərin sayıdır. Bu da onun kimi. Eyni. Dissosiasiya dərəcəsi və sabiti. Deməli uşaqlar, iyonlarına ayrılan molekulların, götürülən başlanğıc molekullardan neçəsi iyonlarına ayrılıbsa, iyonlarına ayrılan molekulların sayının, bütün molekulların sayına olan nisbəti adlanır dissosiasiya dərəcəsi. Məsələn, belə deyək də, mən 50 manat pulum var, 50 manat puldan xərcləmişəm 30 manatına. Neçə faizi xərclənir, neçə faizi parçalanıbdır? 30-da 50-də 30, yəni 60 faiz. Yəni xərclənən miqdar, parçalanan miqdar nə qədərdirsə, ölürsüz bütün miqdarın cəminə. Yəni 30 bölək 50 vuraq 100, o deyil 60 faiz. Və yaxud da molla veriləndə verilən molekulların sayı nə qədərdirsə, parçalanmış molekulların sayı, bölündü bütün molekulların sayına vuraq 100-ə. O da bərabərdir alfa dissosiasiya dərəcəsi. Biri də var uşaqlar, dissosiasiya sabiti. Bu nə edir? Dissosiasiya sabiti
İyonların qatlığı hasili, maddələrin əmələ gələn iyonlarının qatlığı hasili, bölünsün iyonlarına ayrılmamış maddənin qatlığı hasili. Bəli, eyni şeydir. İyonların qatlıqları hasili əmsal qüvvət üstündə bölünsün iyonlarına ayrılmayan molekulların qatlığının qiymətinə. Yadda saxlayın, KD-nin qiyməti ancaq asılıdır bir temperaturdan, bir də maddənin təbiətindən. Yəni bu iyonların və yaxud da iyonlarına ayrılmayan molekulların qatlığını dəyişməklə KD dəyişmir, testdə var. Yəni KD-nin asıllığı qatlıqla düz asılıdır. Yəni qatlıq nə qədər dəyişsin, KD dəyişmir. İstər reagentlərin qatlığı, istər məhsulların qatlığı. Yəni daha doğrusu iyonların qatlığı və yaxud da molekulların qatlığı. Bunların heç bir təsiri yoxdur KD qiymətinə. Temperatur və maddənin təbiəti. Eyni KT kimi. Yəni tarazlıq sabitində olduğu kimi. Növbəti. Baxın uşaqlar. Deyir ki, bu verilənlərə baxaq. 200 milini çevirin litrə 0,2 litr. 0,2 litr 0,2 molyar qalması. Neçə eləyir? 0,4. Mol bərabərdir. C bıraq V üstüdür. 0,2, 0,2, 0,4. 0,4 X xlor N'dir. Buradakı xlor iyonlarının sayı nə qədərdir? Aha. Və əmsalı vurun xlorun əyərinə. Alınır 0,4 X N müsbət. Bir də bunu buna vuranda N vurulsun 0,4 xlor qiymətli. Buradakı bir xlorun miqdarı 0,08-dir. Yəni 0,4 bıraq N bərabərdir 0,8-ə. N neçə eləyir? 2. Deməli, bu maddənin X xlor N'in xlorun əyarındakı indeksinin qiyməti neçədir? 2. Bəli. Əlbəttə ki, alfanın qiyməti 100% olmaq şərtilə. Əgər alfa 100% olmasaydı, biz nəyə tapmalıydıq? Orada başlanğıc maddənin miqdarını ən başda, yəni 100%-ni, 80%-lə o qədər hissələr, məsələn deyək ki, 100% nə qədər? Buna gəlmək lazımdır. İkinci dərsimiz iyon mübadilə reaksiya. Rahat dərsdə, bu tez deyək. Sonra uşaqlar, qısa konkret deyək. İyon mübadilə nədir? Bildiyiniz kimi, reaksiyanın axıra kimi getmə əlamətlərindən eyni şeydir, eyni əlaqəsi var. Reaksiya nə zaman axıra kimi gedirdir? 1. Reaksiya məhsuluna görə baxdıqda çöküntü, qaz, su əmələ gələndə. Bu 1. İkinci, qrafiklərə görə baxdıqda başlanğıc maddələrdən ən azı biri sərt olunduqda bu zaman reaksiya axıra kimi getmiş sayılır. Burada isə qrafik ehtiyac yoxdur. Biz nəyə baxırıq sadəcə? Məhsulda alınan qeyri-elektrolitlər. Yəni, qısa konkret deyək, məhsulda nə alınmalıdır? Qeyri-elektrolit. Çöküntü, qaz, su. Su nədir özü? Qeyri-elektrolitdir. Nəyə görə? Çünki elektrik cərəyanı keçirmir. Moleküllər quruluşda qalır, iyonlarına ayrılmır. Birinci qayda, moleküllər tənlik yazılır tam formada. Mümkün dərəcə ikinci etapda bütün maddələr, molekülər maddələr hansıları iyonlarına ayrılırsa, iyonlarına ayrılır. Üçüncü etapda tam iyon tənliyində sol və sağ tərəfdəki eyni adlı iyonlar, eyni halda olan iyonlar islah olunur. Üçüncü etapda nə yazılır? İslah etdikdən sonra qalan maddələrin formulları. Sol və sağ tərəfdə qalırsa onu yazılır. Buna adlanır qısa iyon tənliyi. 1. Molekülər tənlik, 2. Tam iyon tənliyi, 3. Qısa iyon tənliyi. Bəli, iyon mübadilə reaksiyasından gedişatı bulur. Hamısında olduğu kimidir, hamısına ayrılır. Bu dərs həm də əlaqəsi var hidrolizlə. Çünki hidrolizdə də iyon mübadilə reaksiyasına istifadə edəcək. Bunu yaxşı bilin. Bu çöküntüdən alınması. Baxın, gördünüz burada. Nə alındı burada? Barium nitratla kalium sulfat qarışığından tökən zaman bir-birinə alınır ağ çöküntü barium sulfat maddəsi. Bu tipdə istifadə olunur. Rentgenografiyada rentgen şüalanmasını udan maddə barium sulfatdır. Çünki ağır metal var tərkibində. Rentgen analiz zamanı mədə yarası, mədə xorasında, bağırsaqda yara xora varsa da barium sulfat südə oxşar ağ rəhli maddədir suspenziya kimi. Ancaq meyl deyil, onu mənlə qarışdırmayın. Bəzən onlar meyl deyirlər, meyl deyil. O barium sulfat suspenziyasıdır. İçilir və rentgen şüası vurulur, həmin olan qarın hissəsinə, orada mədə olan hissəyə çəkiliş olur, rentgen çəkiliş olur. Bu zaman mədəyə düşən və bağırsaqdan keçən barium sulfat suspenziyasındakı barium katyonları, barium metalı rentgen şüasının alfa zərrəciklərini udur. Udan zamanda orada avtomatik
udulan yerdə proyeksiya əmələ gəlir deyə, mədədə və bağırsaqda xora ya da yaz varsa da onu da göstərir. Çünki udulma spektrində rəng dəyişməsinə görə orada bilinir, yadda saxlayın. İstifadə o tipdədir. Deməli, ikinci, suyun alınması üzrə baş verən iyon-badi reaksiyası. Birinci qayda, molekülər təmlik, qələvi ilə turşu. Reaksiya növü nədir uşaqlar burada? Reaksiya özü nədir? Neytrallaşma. Neytrallaşma reaksiyasında əgər duzumuz söküntü deyilsə, onda suya baxır əlbəttə. Qələvi ilə turşu, bilirsiniz ki, qələvilərin turşu reaksiyasından duz, suda həll maddə alınır. Kalium klor su. Bu molekülər təmlikdir. İyon təmliyi qələvi iyonlarına ayrılır kalium OH-a, turşu iyonlarına ayrılır H turşu qabına, kalium klor iyonlarına ayrılır kalium klora, ancaq su iyonlarına ayrılmır. Sol və sağ tərəfdəki eyni adlı iyonları islah edirik, eyni adlı iyonları. HOH, H2O, HOH, H2O gördüyünüz kimi. Bu oldu qısa iyon təmliyi. Deməli, neytrallaşma reaksiyalarının qısa iyon təmliyi ola bilər, suyun təmliyi, HOH, H2O. Ən sonda qazın ayrılması ilə baş verən reaksiyalar, iyon-badi reaksiyalarında. Məsələn, kalium karbonatla H klor, kalium klor karbon qazı olsun. Həm də burada su alınır, diqqətlə baxın. Birinci maddə kalium karbonat molekülər təmlik qeyd olunur. İkinci, kalium karbonat iyonlarına ayrılır. Kaliumla karbonat iyonu, H klor əmsallaşdırmaq şərti ilə hidrogen və flor. Sağ tərəfdə kalium klor, kalium və klora, karbon qaz və su iyonlarına ayrılır. Sol və sağ tərəfdəki eyni adlı iyonlar islah olur, eyni adlı iyonlar. Solda qalır karbonatla hidrogen katyonu, sağda qalır karbon qaz və su. Bu nə adlanır? Qısa iyon təmliyi, gördüyünüz kimi. Reaksiyamızın qısa iyon təmliyi. Bu da eyni şey olur, baxın. Bir dənəsini yazıram. Natrium karbonat, üstə gələk, kalsiyum xlorid. Alınır natrium xloridlə kalsiyum karbonat. Təkrarlayaq, bildiyiniz kimi duzla duz məhdulda o zaman gedir ki, söküntü alınsa, söküntü alınması getmir. Əmsallaşdırır, burada 2 yazırıq, kalsiyum karbonat bilinmirə, bəsdir. Molekülər təmlik. Bildiyiniz kimi, 2 yarım qrup metallarının karbonat duzları söküntüdür, normal duzlar, normal duzu. İndi bu molekülər təmlikdir. Tam iyon təmliyi, 2 natrium, üstə gələk, karbonat, 2 mənfi, kalsiyum 2 müsbət, 2 klor mənfi. Alınır 2 natrium müsbət, üstə gələk 2 klor mənfi, alınır kalsiyum karbonat. Sol və sağ tərəfdə eyni adlı iyonlar islah edirsiniz, eyni adlı iyonlar. Qalır burada karbonat iyonu, kalsiyum, alınır kalsiyum karbonat. Gördüyünüz kimi sol və sağ tərəfdə tam islah getdi və son nə qaldı? Qısa iyon təmliyi. Kalsiyum karbonat, kalsiyum karbonat. Bəli. Aha, buna kimi bəsdir? Hidrolizlə qaldı elektroliz. Yoxsa kesək? İstəyirsən? Alaxsın ona. Bax, dənaqlı. Gəlin kesək deyişlə, bu kesək. Bazardığınız nə var, işləyirsiniz. Deməli uşaqlar, hidroliz. Hidrosu, lizis parçalanma. Buna düşürürəm olsa. Baxırsan özürlər. Deməli uşaqlar, suyun təsirindən maddələrin parçalanması, yəni hidroliz. Hidrosu, lizis parçalanma. Deməli uşaqlar, hidrolizin getməsi üçün, yenə qayıt duzlar arasına. Hidroliz baş verməsi üçün maddənin tərkibindəki ya anion, ya da katyon zəif olmalıdır. Anion və ya katyondan biri zəif olmasa, hidroliz baş vermir. Qısa konkret nədir? Ya anion, ya da katyon ikisindən biri zəif olmalıdır. Zəif olana görə hidroliz baş verir. Qüvvətli olan maddəyə görə də mühit formalaşır. Məsələn, duzun tərkibində katyon zəifdir, anion qüvvətlidir. Katyona görə hidroliz gedir, aniona görə mühit formalaşır. Mühit nə olur? Anion xassları. Anion nə ola bilər? Turşu qabıdır. Onda katyon zəifdirsə, əsasa görə hidroliz gedir. Anion qüvvətli olan deyilsə, turşu qabına görə nə olur? Mühit turş mühit olur. Gəlin təkrarlayaq. Turş mühitdə pH neçə olurdu? 7-dən kiçikdir. Turş mühitdə lakmus pərəmşəyi qızarır, fenoftalein rəngsiz qalır və metlorajda narıncı olur, çəhrayır. Gəlin baxaq qaydalarımıza. Deməli, götürülən maddə, məsələn, natrium asetatdır. Natrium asetatda gördüyünüz kimi asetat turşusu zəifdir, natrium qüvvətlidir. Deməli, bu maddə hidroliz edə bilər. Çünki niyə? Anion və katyondan biri zəif olmalıdır. Hər ikisi qüvvətli olanda hidroliz etmir, bu bir. Hər ikisi zəif olanda tam hidroliz eləyir və götürülən duz həm də suda həll olmalıdır. Baxmayaraq ki, duzun tərkibində anion və katyonun zəif qüvvətli olmağına baxırıq.
Birinci növbədə duz suda həll olmalıdır. Əgər duz suda həll olmursa, o hidroliz edə bilməz. Duz suda həll olmalıdır. Deməli, burada zəif olan nədir? Anion. Aniona görə hidroliz gedir. Hansı ion zəifdirsə, ona görə hidroliz baş verir. Aniona görə hidroliz gedir. Suyun tərkibi nədir uşaqlar? HOH. HOH-ın turşu qalığı lazım olan nədir? Hidrogeni. Demək, turşu qalığına suyun H-ı birləşir, alınır zəif turşu və suyun OH-ı da birləşir natriuma, alınır qələmi. Baxın, eyni şeydir. Bu nədir? Molekulyar tənliklər. Molekulyar tənlik gəlir yazaq tam ion tənliyi. Eyni şey uşaq özünüz. Tam ion tənliyində bu duz suda həll olur, ionlarına ayrılır. CH3, COO mənfi, natrium müsbət, su olduğu kimi qalır. Burada bu maddə ionlarına ayrılmır, zəif turşudur. CH3COOH. Bu isə ionlarına ayrılır. Natrium müsbətlə OH mənfi. İndi baxın, sol və sağ tərəfdə eyni adlı ionlar islah edilir. Qalır burada sirkə turşu qalığı, su. Burada qalır, deməli, sirkə turşusu olduğu kimi qalır. Burada isə OH qalır. Gördüyünüz kimi, bu bunun qısa ion tənlidir. Qısa ion tənliyində burada qatlığı çox olan nədir? OH ionu. Mühitdə OH-ın sayı çoxdursa, mühit nədir? Əsasən. Yadınızdadır. Deməli, hidrogen sayısı OH sayısına bərabərdirsə, mühit neytraldır. Hidrogen sayısı OH sayısından kiçikdirsə, mühitimiz əsasi mühitdir. Hidrogen sayısı OH sayısından çoxdursa da, onda nə olur? Mühitimiz turş mühitdir. Bu qədər. Mühitimiz əsası mühitdir, pH 7-dən böyükdür. Aniona görə hidroliz gedirdir, kation qüvvətlidir, mühit əsası mühitdir. Və s. İndi duzun tərkibində yenə anion zəifdir, kation qüvvətlidir. Və anionun turşu qalığı hansına uyğundur? H2S-ə. Turşu qalığına uyğun turşunun hidrogen sayısı birdən çoxdursa, belə növ duzlar hidroliz etdikdə, deməli, aralıq məhsul kimi metalın biri əvəz olur hidrogendən və nə alınır? Turş duz. Baxın, hansı ion zəifdirsə, o ionun deməli, tərkibində ion yükü birdən böyükdürsə, ona uyğun da nə alınır? Aralıq məhsul alınır. Baxın, burada turşumuz zəifdir, metal qüvvətlidir. Zəif olan nə? Turşudur. Turşu hansı turşudur? H2S. H2S-in tərkibində 2 hidrogen olduğuna görə hidroliz baş verən zaman duzlu su ilə təsirə məruz qaldıqda, hər dəfəsində metalın biri düşür, yerinə suyun bir H gəlir. İndi burada məqsəd nədir? Normal duzdan nə alınmalı ən son? Zəif turşu. Normal duzdan zəif turşu alınarsa, duzun tərkibində kation, anion zəifdirsə və anionun turşu qalığı, ona uyğun turşu, hidrogen sayı birdən çoxdursa da, çox turşulu, çox əsası turşunun duzlarında turşu zəifdirsə, hidroliz etdikdə qısa konkret aralıq məhsul kimi turş-duz əmələ gəlir. Yəni, suyun hidrogeni duzun tərkibində metal kationları əvəz edir və tədricən alınır turş-duz. Ən sonunda isə ikinci mərhələdə, növbəti mərhələdə metal kationları turşu qalığın tərkibindən qopur təmiz və alınır turşu da qələmi. Baxın, iki təmliyi tərəf-tərəfə toplayır bunları. Nə alınır? Deməli, natrium H-lar, H-S-lər gedir. Deməli, 2 mol su, bir maddə özü qalır, H2S qalır və 2 mol natrium OH. Bu yekun təmlikdir. Yenə eyni şeydir, qısa ion, tam ion təmliyi. 2 natrium, üstə gələk, sulfat 2 mənfi, 2 mol su olduğu kimi qalır, H2S. Üstə gələk 2 natrium və 2 OH, gördüyünüz kimi. İndi eyni adlı ionları ıslah edeyim, eyni adlı ionları. Alır S2 mənfi, 2 mol su və alınır. H2S, üstə gələk 2 OH. Mühitimiz hansı mühit yenə? Nə qalır orada? Ion, OH ionu. OH olan nə idi? Əsas mühitdir. pH 7-dən böyükdür və həmçinin lakmuslu fenolftalein rəngi də qələmlərə uyğun dəyişir. Bu belə. İndi baxın, duzun tərkibində kation zəifdir, anion qüvvətlidir. Kationun zəif, anionun qüvvətlidir. Birinci qayda, maddə ionlarına ayrılır, mümkün dərəcədə dissosiasiya eləyir, gümüş və nitrat. Gümüş kationu suyun OH-ına birləşir, gümüş hidroksidindən H alınır. Deməli, nitrat kationu da aniona birləşir, suyun hidrogenindən alınır. Deməli, nitrat turşusu və gümüş bi hidroksid. Bu, nədir? Molekulyar təmlidir.
Tam iyon tənliyə görək. Gümüş nitrat iyonlarına ayrılır. Gümüşlə nitrat iyonu, su iyonlarına ayrılmır. Gümüş 1 hidroksid iyonlarına ayrılmır. Nitrat turşusu iyonlarına ayrılır. İndi eyni adlı iyonları sayı eləyin. Nitratla nitrat getdi. Gümüş qalır. Gümüş. Su. Gümüş 1 hidroksid. Üstə gələk. Hidrogen kationu. Məhlulda hansı iyon qalıqdır? Hidrogen. Hansı mühit deməkdir bu mənası? Turş mühit. pH yerdən böyük, kiçikdir. H sayısı OH sayından çoxdur. Lakmus da qızaracaqdır turş mühitdə. Fenaftalin rəngsiz, metonaj da olacaq səhvəli. Baxın, deməli götürülən duzun tərkibi çox turşulu əsasla turşu olanda, yəni bir turşulu çox turşulu əsasla bir əsaslı turşu olanda bu zaman metal katyonuna birləşən turşu qalığı qismən qopur, əvəzdə OH-la əvəz olunur və tədricən nə alınır? Əvvəl alınır əsası duz, sonunda alınır zəif əsas. Yəni nə zəifdirsə, zəif olana uyğunda maddə alınır. Turşu zəif olanda axırda turşu alınır, əsas zəif olanda axırda alınır. Deməli, katyon zəif olanda alınır axırda zəif əsas. Anion zəif olanda nə alınır? Zəif turşu. İndi baxın, tədricən OH xlora əvəz edir və ən sondakı xlor da əvəz olunur OH-la, alınır dəmir hidroksid. Bu ikisini tərəfləri toplayın. Bunlar gelirmi? Dəmir 2 xloridlə 2 mol su, dəmir OH2 alınır, deməli 2 mol H xlor. Bu bunun molekulyar tənliyidir. Molekulyar tənlikdə də, deməli tam iyon tənliyi, dəmir 2 müsbət, 2 xlor mənfi, üstə gələk 2 mol su, dəmir 2 hidroksid, üstə gələk 2 hidrogenlə 2 mol xlor, gördüyünüz kimi. İndi sol və sağ tərəfdə eyni adlı iyonları ıslah edin. Alınır dəmir 2 müsbət, 2 mol su, alınır dəmir 2 hidroksid, üstə gələk 2 mol hidrogen. Mühitdə hansı iyon qalır? Hidrogen kationu. Yəni mühitimiz yenə turş mühitdir. Ən sonda uşaqlar, duzun tərkibində anion və kation hər ikisi zəif olanda, həm aniona görə, həm də kationa görə qroz baş verir. H-OH sayı bərabərləşir hər ikisində. Deməli, həm anion zəifdir, həm kation zəifdir. Anion zəif olduğuna görə alınır zəif turşu, kation zəif olanda alınır zəif əsas. Və sağ tərəfdə heç bir maddə iyonlarına ayrılmır. Yəni ki, reaksiyanın tam iyon tənliyi ilə qısa iyon tənliyi eyni olacaq. Çünki niyə? Sağ tərəfdə iyon yoxdur. Mühit neytraldır. Yadda saxlayın, duzun tərkibində əsasla turşu hər ikisi qüvvətli olanda belə duzlar suda həll olur, ancaq hidroliz etmir və yenə mühit neytraldır. Çünki niyə? Həm turşu, həm əsas hər ikisi eyni qüvvətlidir. Eyni qüvvətli olduğuna görə də turşu əsas bərabərliyinə görə pH sayı bərabərdir pH sayına, pH-la pOH eynidir, hidrogen sayına OH anion sayısı bərabərdir, mühit neytral mühitdir və neytral mühitdə də pH 7-yə bərabərdir. Yadda saxlayın. Qüvvətli əsasdan qüvvətli turşunun reaksiyasından. Baxın uşaqlar. Deməli, turşu əsas hər ikisi zəifdir. Hər ikisi zəif olduğuna görə mühit neytraldır. Bax, burada cədvəldir də. Qüvvətli əsas qüvvətli turşu neytral duz, hidroliz etmir, pH 7-yə bərabərdir. Qüvvətli əsas zəif turşu zəifdir. Turşuya görə, aniona görə hidroliz edilir, mühit əsası mühit olur, pH 7-dən böyük olur, bu da əksi olur. Üçüncü cədvəldə verir. Baxa biləyim. Deməli uşaqlar, bəzən hidrolizi gücləndirən və zəiflədən amillər olur. Necə? Deməli, baxın, burada tezizliyə gəlir. Kalium sulfitdə nə zəifdir? Sulfit. Deməli, aniona görə hidroliz edir, kation qüvvətli olur. Kation qüvvətli olan zaman mühit nə olacaqdır? Əsaslı. Mühit əsaslı qeydə böyükdür və aniona görə hidroliz edir. Mis-2 xloriddə, mis zəifdir, xlor qüvvətli. Deməli, kation zəif olduğuna görə, kationa görə hidroliz edir. Anion qüvvətli olduğuna görə mühit nə olacaq? Turş mühit olacaq. Turş mühitdə pH 7-dən kiçikdir. Amonium sulfitdə hər ikisi zəifdir. Həm aniona görə, həm də kationa görə hidroliz edir. pH 7-yə bərabərdir, mühit neytral mühitdir. Və s. İndi baxmışaqlar. Duzun tərkibində hansı iyon qüvvətli olarsa, ona uyğun eyni adlı iyon, ona uyğun həmin qüvvətli mühitə malik olan, ona uyğun mühit əlavə etdikdə
hidroliz zəifləyir. Yəni duzun tərkibində qüvvətli olan nədir orada? Natriumlar əsası. Əsasi xassəli maddə qüvvətli olduğuna görə mühitə əsasi xassəli maddə əlavə etdikdə və yaxud da eyni adlı iyonu saxlayan hər hansı maddə əlavə etdikdə hidroliz zəifləyir. Həmin o qüvvətli olan maddəyə əks xassəli maddə əlavə etdikdə və yaxud da oradakı iyonu sistemdən çıxartdıqda və yaxud da mühitə uyğun əks xassəli maddə əlavə etdikdə bu zaman hidroliz sürətlənir. Bir də ki su əlavə edən zaman hidroliz sürətlənir. Və burada eyni adlı iyonları əlavə edəndə zəifləyir, eyni adlı iyonları çıxardanda isə hidroliz sürətlənir. Çünki yerdə saxlayın, hidroliz dönər prosesdir. Yəni hidrolizdə təzədən iyonlar birləşib başlanğıc maddəni əmələ gətirə bilər. Ona görə mümkün dərəcə buradakı iyonlar sağ tərəfdə sistemdən çıxarılmalıdır. Sistemdə qalsalar və ya sağ tərəfdə bu iyonların miqdarı çox olsa, bu zaman hidroliz zəifləyir. Məqsəd nədir? Sağda o iyonlar sağa keçəndə, sağda o həmin adlı iyonlar qalmasın. Ya çöktürülsün, ya sistem çıxarılsın, ya da su əlavə olsun. Nəyə görə? Su əlavə etdikdə sirkə iyonu arasında su molekulları yığılır və su molekulları sirkə ilə natrium kationun iyonunu bir-birinə birləşməyə qoyur. Ona görə də hidroliz sürətlənir. Yəni su çox olanda iyonların ayrılması sürətli gedir, hidroliz yaxşı baş verir. Su azaldıqda, buradakı eyni adlı iyonları sayaqdıqda isə hidroliz deyini zəifləyir. Özünüz deyin, dəmir kloriddə mühit hansı mühitdir? Klor, tuş mühitdir. Tuş mühitə eyni adlı tuzu əlavə etdikdə eyni iyonlarla ne olurdu? Eyni adlı iyonlarla deyəndə zəifləyir. Əks adlı iyonlar əlavə olursa, ya da buradakı mühit nədir? Mühit tuş mühitdir. Tuş mühitə əks nədir? Əsasi. Məsələn, bura əlavə olursa natrium OH və yaxud da natrium karbonat. Məsələn, bu nədir? Əsasi mühitdir. Tuş mühitə əks əsasi xassəli mühit əlavə olursa hidroliz sürətlənir. İndi buna baxın özünüz. Burada mühit nədir? Natrium karbonat, əsasi. Əsasi mühitə nə əlavə olunursa, əsas, qələbi. Onda nə olur? Hidroliz zəifləyir, bəli. Burada kalium sulfiti də mühit əsasi mühitdir. Əsasi mühitdə turşa əlavə olunan zaman hidroliz sürətlənir. Mis-2 sulfatda, mis zəifdir, sulfat qüvvətdir, tuş mühitdir. Tuş mühitdə turşa əlavə olunan zaman zəifləyir. Eyni xassəli maddə zəiflədir. Bax, bu da onun kimi, özünüz deyin test-test. Dəmir 2 nitrat tuzunun suda məhduluna natrium OH əlavə olunarsa nə baş verər? Zəifləyir. Yoxsa güclənir? Güclənir. Çünki nitrat qüvvətdir, əsası yox, tuş mühitdir. Buradakı mühit tuşdur. Tuş mühitə əks xassəli maddə əlavə etdikdə nə edir? Güclənir. Dəmir 2 sulfatda nə qüvvətlidir? Sulfat, tuş mühitdir. Eyni adlı iyon əlavə olunur. Sulfat, zəifləyəcək. Natrium karbonatda, deməli mühitimiz əsasi mühitdir, turşumuz zəifdir. Zəif turşu nədir burada? 2 hidrogendir. Zəif turşu çox əsaslı olduğuna görə bunun aralıq məhsulunu alınacaqdır, turşdur. Zəif olan anyondursa, anyon zəif olanda anyona uyğun turşumuzun ən azı birdən çox hidrogeni varsa, aralıq məhsul kimi alına bilər, turşdur. Kalium nitrit maddəsi nədir? Zəif turşu qüvvətli əsas. Yəni, anyona görə hidroz edir. Baxın, zəif olan anyondur, turşu qalıdır. Turşu qalımıza uyğun turşu hansıdır? HNO2. HNO2 nədir? Zəif turşu və bir hidrogeni var. Bir hidrogeni olan turşunun turş tuzu olmur. Bir hidrogeni olan turşunun turş tuzu alınır. Mis-2 nitrat tuzu. İndi özünüz baxın, qüvvətli olan nədir orada? Nitrat. Zəif olan nədir? Misdir. Onda aralıq məhsulunu alınacaqdır. Misin əsas düzlüyünə görə mis burada 2 var etdi. Misin var etdiyi birdən böyük olduğuna görə burada əsası duz. Mis 2 hidrokso nitrat alına bilər. Doğrudur. Növbəti. Özünüz deyin tez. Barium klorid məhdulu üçün hansı ifadə doğru deyil? Məhdulun sıxlığı suyun sıxlığından çoxdur. Bəli. Məhdulda duz varsa, duzlu suyun sıxlığı daha çoxdur. Barium iyonların sayı, klor iyonların sayından 2 dəfə azdır. Bəli, barium klor 2 uşaqlar. Dissosiasiya edir. Alınır barium 2 müsbət, 2 klor 1 mənfi. 2, 1. 2 dəfə çoxdur. Lakmusun rəngi dəyişmir. Bəli, barium klor hər müsbətdir. Qüvvət müsbət əsas.
neytron mühitdir. Bəli, cərəyan keçirir, iyonlarına ayrılır. Barium xlorid məhlulu hidrolizə uğramır. Çünki niyə? Əsasla turşu hər ikisi qüvvətlidir. Evet. Uşaqlar yeni şeydir bu. Elektroliz ən son. Deməli uşaqlar, elektron cərəyan liziz parçalanma. Yəni maddələrin elektrik cərəyan təsirindən parçalanması. Yəni maddənin suda məhluluna və yaxud da ərintisinə elektrik cərəyan buraxılır. Bu zaman elektrik cərəyan təsirindən katod anodlarda müvafiq iyonlar parçalanır və sərbəst hala keçir. Katodda yük müsbətdir. Katodda katyon özü elektron çəkir özünə və elektron birləşdirən zaman yük sıfırlaşır. Müsbətdən sıfıra reduksiya, anodda isə anion elektron verir, mənfidən sıfıra yükü artır, baş verir oksidləşmə. Onda qısa konkret elektroliz nədir? Oksidləşmə, reduksiya reaksiyasıdır. Yəni elektrolizdə 100% oksidləşmə, reduksiya baş verir. Nə alınır? Miski xloriddən sərbəst qısa xlor alınır. Deməli uşaqlar, ərintiləri elektroliz etdikdə rahatdır. Ərintinin tərkibindəki metalla qeyri-metal sərbəst alınır. Nə zaman? Ərinti olanda. Su yoxdursa, eləcə ərinti olarsa, metalla qeyri-metal sərbəst əmələ gəlir. Bəli, bu rahatdır. İndi baxın, metalların elektrokimyəvi gərginlik sırasında soldan sağa getdikcə katyonların oksidləşdiriciliyi artır. Soldan sağa getdikcə burada da anionların oksidləşdiriciliyi artır soldan sağa. Yəni flor ən çətin reduksiya ən çətin oksidləşən iyondur burada. Burada isə gümüş ən asan reduksiya olunan metaldır. Asanlıqla yükünü elektron alıb yükü sıfıra düşür. İndi baxaq. Deməli uşaqlar, katod və anodda əgər su özü parçalanırsa, katodda suyun hidrogeni H2O-da HOH yazar, H müsbət 2 elektron alır, 2 hidrogen, hərəsi 1 elektron və 2 hidrogen hərəsi 1 elektron, yekunda 2 elektron alır, sıfıra düşür. Yəni suyun hidrogeni reduksiya olunur. Anodda isə suyun oksigeni -2, 2 oksigen -2, -4, 4 elektron verir və olur 0. Yəni oksigen sıfıra düşür. Katodda suyun hidrogeni reduksiya olunur, anodda suyun oksigeni oksidləşir. Yəni suyun tərkibi anod və katodda müvafiq olaraqdan oksidləşmə, reduksiya məruz qalır, gördüyünüz kimi. Baxaq qaydaya indi. Baxın uşaqlar, mis xlorid maddəsini elektroz etdikdə mis zəif metaldır. Zəif metalın özü katodda elektron alıb sərbəst halda reduksiya olunur, anodda isə xlor oksigensizdir. Xlorun özü elektron verib oksidləşir. Natrium xloru suda məhlulu. Baxın, metalların elektrogərginlik sırasında suda məhlulda reaksiya baş verən zaman ən aktiv metalların yerinə suyun hidrogeni katodda reduksiya olunur. Deməli, natrium yerinə suyun hidrogeni katodda reduksiya olundu. Anodda halogenin özü oksigensizdir. Oksigensiz turşu qalığı öz sərbəst alınır, anodda oksidləşir və aktiv metal birləşir suyun OH-ına. Alınır, hansı maddə? Qələbə alınır, natrium OH alınır, gördüyünüz kimi. Deməli uşaqlar, baxın indi, mis 2 sulfat üstəgəl su, özünüz baxın. Misimiz zəifdir. Zəif metal. Suda məhlulda elektroz olduqda metalın özü katodda reduksiya olunur, anodda sulfatın oksigeni var. Oksigenli anionlar və florun özündə suda məhlulda elektroz olduqda oksigenli anionun yerinə suyun oksigeni sərbəst alınır anodda və sulfat qalığı birləşir su hidrogeninə alınır turşu. Yəni ki, oksigenli turşuların duzlarını elektroz etdikdə heç bir zaman oksigenli turşunun qalığı özü parçalanmır. Onun yerinə suyun oksigeni oksidləşir. Aktiv metalın oksigenli turşu qalığı, duzu. Bu zaman suda məhlulda metalın yerinə katodda hidrogen, turşu qalığı yerinə anodda oksigen və duz parçalanmır. Zamanla su parçalanır, yadda saxlayın. Duz parçalanmayanda, su parçalandıqda duzun kütlə payı artır, məhluldan su parçalanır, duz yerində qalır, duzun kütlə payı artır. Yox, duz parçalansa, su yerində qalsa, onda duzun kütlə payı sıfıra düşür. Əvəzində alınan məhsulların kütlə payı artır sağ tərəfdə. Nə alınırsa ona baxırıq. O maddənin kütlə payı artır, miqdarı artır. Deməli, baxın özü deyir ki, orta aktiv metallara kimi, yəni ən aktiv metallar alüminium daxil,
bu metalların duzları elektroz olduqda, bu metalların yerinə katodda hidrogen alınır, katodda hidrogen. Orta aktiv metallarda isə suyun həm hidrogeni alınır bunların yerində, həm də metalın özü alınır. Pasiv metallarda isə, məsələn, gümüşdür, qızıldır, platindir və s. Osmiumdur, iridiumdur və s. Bu metalların yerinə isə katodda metalın öz sərbəst alınır. Ən pasiv metallarda. Yadda saxlayaq. Baxın cədvələ. Deməli, ən aktiv metallarda bu metalların yerinə ayrılır katodda hidrogen, turşu qalığı oksigensizdirsə, bunların yerinə özü ayrılır anodda, anodda bunların özü ayrılır. Yəni, turşu qalığı oksigenlə flor olan zaman bunların yerinə anodda oksigen, katodda aktiv metalların yerinə hidrogen alır. Nə geri qaydım göstərim o da cədvəldə sizə tam. O cədvəldə o tam göstərir sizə tam. Qaydan olsun. Geri qaydım. Bir də geri qaydım. Hə, bu. Deməli uşaqlar, baxın, ən aktiv metallar, bir də alüminium daxil. Bu metalların duzlarını elektroz etdikdə, katodda metalların yerinə H2 alınır, H2. Orta aktiv metalları, bura kimi, quruluşun daxil, elektroz etdikdə, bunların deməli, duzlarının elektrozindən həm katodda metalın özü sərbəst alınır, həm də hidrogen alınır, sərbəst. Ən pasiv metallarda isə katodda metalların özü sərbəst alınır. Anyonlarda isə oksigensizlərdə anodda özü ayrılır, özü alınır. Oksigenli anyonlar, bir də istisna, flor daxil. Bunlarda isə anodda. Deməli, ancaq oksigen sərbəst alınır. Oksigen bəhs maddəsi alınır. Oksigenli anyonlarda bir də flor istisna. Bunlarda isə oksigen alınır. Tamam dedik. Baxın uşaqlar, tez izləyin. Ərintini qarışdırmayın. Ərintidə metalla turşu qalığı sərbəst alır. Harada ərinti görsəz, metalla turşu qalığı hamısı sərbəst əmələ gəlir. Deyil. Kalium klor ərintisində kalium baxılır, katodda kalium anotopulur. Məhlulda hansı maddə qalır, heç nə qalır, parçalanır. Məhlulda isə kalium yerinə katodda hidrogen, anodda turşu qalığı oksigensizdir, özü alınır və aktiv metal suyun OH-ına birləşir, alınır kalium OH gələnir. Natrium sulfatda, katodda natrium yerinə hidrogen, anodda sulfat yerinə oksigen və məhlulda hansı maddə qalır? Deməli, natrium sulfat olduğu kimi qalır. Miski bromid ərintisində, elə misin özü katodda, brom da anodda, məhlulda heç nə qalmır. Ancaq məhlulda isə misin özü passivdir, özü ayrılır katodda, elə anodda brom ayrılır, eyni şeydir. Məhlulda su qalır, H2O. Yəni, tuzun kitapayı sıra düşür. Kalium nitrat maddəsində, kalium yerinə katodda hidrogen, nitrat yerinə anodda oksigen və kalium NO3 olduğu kimi qalır, yəni parçalanmır. Yəni, tuzun kitapayı artır və s. Bu da onun kimi deyildi. Bunu özünüz baxın tez. Rahat. Katodda su reduksiya olunur, anodda isə su oksidləşir. X-ə hansı aiddir? X-ə deyir ki, yalnız katodda su reduksiya olunur. X-in tərkibindəki maddələrdə metal qüvvətlidir ki, metalın yerinə suyun hidrogeni ayrılır. Baxın, suyun katodda reduksiya olunma deməkdir ki, sudakı bölü sərbəst alınır. Müstəqil sıra düşür. H yükü sıra düşür. Anodda isə su oksidləşir, yəni suyun oksigeni sərbəst alınır. Birə aiddir, X-ə aiddir, bir də üçələr. Bəli, 1 və 3-də metal qüvvətli olduğuna görə metalların yerinə H2 alınır, 2 ilə 4-də isə turşu qalığı oksigen olduğuna görə bunların yerinə nə alınır? Oksigen. Buna özünüz baxın tez. Məsələdir. Diqqətli olun. Katodda yalnız metalın özü ayrılır və elektroliz məhlulunda yarım mol 2 əsaslı turşu alınır. Diqqətli olun burada, yarım mol kəsmişdə. Və anodda ayrılan qaz hansıdır və nə qədərdir? Diqqətli olun. Məntiqin fikirləşi məntiqləndir. Metalın özü sərbəst alınır. Turşu qalığından turşu qalır, turşu parçalanmır. Burada məntiqlə turşu parçalanmırsa, turşumuz nədir? Oksigenli və ya florlu. Florlanması çünki niyə? Flor nədir? H-flor, bir hidrogenidir. Onda hər hansı oksigenli turşu qalığıdır. 2 hidrogeni var, 2 əsaslı deyir. Onda gəlin yazaq.
X metaldır, Y turşu qalıqdır. Bunu su ilə qarışdırıb elektroliz edək. Deyir ki, metalın özü sərbəst alınır. Anodda turşu qalığı özü parçalanmır. Əvəzinə, deməli, məntiqlə oksigen ayrılır və turşu qalığı da 2 hidrogenlə turşu edilir. H2 qirkə. Əmsallaşdırın. Burada 2 oksigen var. Bura 2 yazırıq. Bura 2 yazanda, deməli, 4 dənə hidrogen var. Bura 2 yazırıq. Bura 2 yazanda burada 2 düşür. Onda 2x. Baxın, əmsallaşdı. 4 dənə ice var. Normal reaksiyada turşu etanol alınır. 2 mol. 2 mol turşu alınanda anodda alınan qaz oksigen etanoldur 1 mol. 1 molun həcmi nə qədər? 22,4. Elə? Aha. İndi alınan turşu yarım moldur. Yəni 4 dəfə azaldı. 5 azaldı. Bu qədər. Bizə tutmaq lazımdır ki, o da məntiqi turşu parçalanmır, metal sərbəst alınır, metal zəifdir. Belə.